İndi isə dostlar, gəlin Ayaz Salayevdən danışaq. Ayaz Salayev çox ziyalı bir insandır, çox sakit insandır, çox profesional insandır. Bilir kino nədir, bilir festivallar nədir, bilir sənət nədir, müəllimdir, pedaqoqdur. Yadımdadır, bir 30 il bundan qabaq Reto verilişində aparıcısıydı. Sonra onun filmini görmüşəm 95'te deyəsən. Yarasa filmini Ayamir Kasimov, по-моему, там даже играла главную rol. Çok ağır bir kinodur. Çornobıllı. Qara ağ formatında çəkilmiş bir filmdir. Ayaz müəllimə prinsipi yaxşı tanıyıram və onun haqqında, Röya xanımın haqqında videonu çəkməkdə bir məqsədim var idi ki, bizim ölkəmizdə kino biraz inkişaf eləsin. O da mənim bir arzumdur. Mən istərdim ki, bizim ölkəmizdə kino inkişaf eləsin və həmin Krasnı Daroşkalarda, Cannes olsun, Hollywood bilmirəm olsun, Bollywood olsun, fərqi yoxdur. Berlinale olsun, Oscar olsun, Qızıl Globus olsun, fərqi yoxdur. Orada da bizim aktyorlarımız, operatorlarımız, rejissorlarımız iştirak eləsinlər. İnanıram ki, bir gün bu arzuma bizim ölkəmiz çatar və gənc istedadlı insanlar bu zirvəyə bizi çatdırır. Sadəcə bu Ayaz